Təşəkkür edirəm, hörmətli sədr əziz həmkarlar. Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəzi funksionerlərinin barəsində başlanmış cinayət təqibi ilə bağlı ictimaiyyəti çaşdırmağa yönəlik cəhdlərə şahidlik edirik. Elə ab-hava yaradılır ki, sanki bütün dünyanın diqqəti Azərbaycana yönəlib və sanki bütün dünya mediası bu prosesi manşetdə saxlayır. Birincisi, sosial mediada tirajlanan bu kimi xəbərlər saxtadır. Heç bir reallığa söykənmir, hansısa marionet ünsürün həbsi heç bir formada siyasi mahiyyət kəsb etmir, əksinə cinayətkarlıqla mübarizə ancaq alqışlana bilər. İkincisi, dünyada özünə hörmət edən hər kəs bilir ki, indiki halda bu həbsləri pisləmək açıq formada Rusiyanın kəşfiyyat şəbəkəsinin müdafiəsinə qalxmaq deməkdir. Bu mənada yaradılan süni ajataj əslində AXCP-nin özünün ifşasıdır. Mən özümü sıravi cəbhəçilərə tuturam. Azərbaycanın ərazi bütövlüyünü tanımayan, daim işğala təcavüzə dəstək vermiş, bugün isə sülhü pozmağa çalışan təsisatlar və media orqanlarının Əli Kərimlinin müdafiəsinə qalxması sizə bir şey deyilmirmi? Sizdə bir sual yaratmırmı ki, bu dövlətə düşmən kəsilən dairələr Əli Kərimlini niyə müdafiə edir? Yaxud 30 il ərzində bizdən işğalla barışmağı tələb edən, indi isə bizi təcavüzkarlıqda günahlandıran bir media resursu, yaxud təsisat Azərbaycan vətəndaşının rifahında, hüquqlarının müdafiəsində nə qədər maraqlı ola bilər? Eyni zamanda mən üzümü müsavatçılara tutmaq istəyirəm. 25 ildir ən kritik məqamlarda xəyanət edib sizə divan tutan Əli Kərimov üçün 3 gündən bir divan toplayırsınız. Məqsədiniz nədir? Nədir sizin demokratiya ölçünüz? Əli Kərimovun xəyanətkar rakursu, yaxud çox hörmətli Fazil Mustafanın təbirincə adlandırsaq, siyasi dələduz Cəmil Həsənlinin qalın ənsəsi və mənəvi degradasiyası necə demokratiya barometri ola bilər? Çox təəccüblüdür ki, bunlarda bu düşüncə ilə Cumhuriyyət ənənələrinə iddia hansı özgüvəndən qaynaqlanır. O ki, qaldı süni ajiotaja. Bugün bizim üçün həbsdə nə jurnalist yoxdur, nə siyasətçi. Yalnız Azərbaycanda dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən, vətəninin daşı yox, könüllü surətdə başqa dövlətlərin ayağının toz olmağı seçmiş vətəndaşlar var. Quyruğu qapı arasında qalanda qanunun aliliyindən danışanlar isə unutmamalıdırlar ki, qalib müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Son amnistiya təşəbbüsü də göstərir ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti vətəndaşına, o cümlədən yolunu azmış vətəndaşlara sahib çıxmağı bacarır və bu mənada kənar müdaxilələrə və cəhdlərə heç bir ehtiyac yoxdur. Çox sağ olun.